İcra başçısı vətəndaş qəbuluna vətəndaşları yox, yorğun süpürgəçiləri niyə yığdırdı? Soldakı videonu diqqətlə izləyin. Bir neçə gün əvvəl Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev vətəndaşlarla növbəti qəbulunu keçirdi. Manşet azın əldə etdiyi məlumata görə 7-ci mikrorayonda baş tutan görüşdə iddia əsasən icra başçısı ilə vətəndaşların əvəzinə Mənzil Kommunal Təsərrüfat Birliyinin, yəni JEK əməkdaşları gətirilib. Hətta 2 nəfər süpürgəsi də qəsəbə sakini kimi təqdim olunublar. Məlumata görə sonradan sosial şəbəkələrdə 7-ci mikrorayon sakinlərinin buna etiraz edərək görüşün onlardan xəbərsiz keçirildiyini, onların əvəzinə isə JEK əməkdaşlarının iştirak etdiyini sərt tənqid ediblər. Onlar çıxışı edən həmin süpürgəçilərin də adı çəkilən ərazidə yaşamadığını iddia ediblər. Bəlkə də müəllimlər, həkimlər yay tətilindədir. Yoxsa onları da gətirmək olardı, hə, icra başçısı? Niyə vətəndaşlarla görüş keçirməkdən çəkinirsiniz? Məqsədiniz problem həll etməkdir, yoxsa onsuz da başqa sahədə iş tapmayıb son çarəsi süpürgəçilik olan süpürgəçilər tapşırığınızı, sözləri rahat deyib təriflər yağdıracaq? Kaş siz də süpürgəçi ailəsində doğulardınız, yaşayardınız və ya ailənizdən süpürgəçilər olardı. Bəlkə də o zaman onları və övladlarını anlayardınız. İnanmıram ki, hansısa icra başçısının anası, həyat yoldaşı, gəlini, qızı süpürgəçi olsaydı, yorğun halda belə istifadə olunmasına razı olardı. Hörmətli icra başçısı, cənab prezident İlham Əliyevin bu çıxışına diqqətlə qulaq asın və ciddi nəticə çıxardın. Bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borçludur. Özlərini ağa kimi, xan kimi aparırlar. İnsanlara yuxarıdan aşağı baxırlar. Mən demişəm dəfələrlə ki, bütün dövlət məmurları prezident başda olmaqla xalqın xidmətçisidir.